Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Biz Salihlerin Bahsası kitabında 16. bölümü devam edirik. Bu bölümde 11. hadisi okuyacağız inşallah. Ebi Sa'id Abdullah ibn Mughaffal radıyallahu anhudan gelen hadiste demişti ki Allah'ın Resulü sallallahu aleyhi ve sellem qadağa eləmişdi. Euzubillahimineşşeytanirracim. Anil halfi qadağa eləmişdi. Half nədir? Bir insan daşı götürür, şəhadət barmağından, bir də baş barmağından belə tutur, o daşı atır. Onu qadağa eləmişdi o atmağa. Demişdi ki, o deyil, nə ovu öldürür, nə də düşmanı dəf edir. O deyil, göz çıxardır və diş qırır. Götürüb daş atsın, nə belə? Onu qadağa edir. Nə ovlaya bilirsən onunla, nə düşman onunla dəf edə bilirsən, göz çıxarıb, baş ya, diş qırır. Hədis Buxari Müslimdədir. Başqa rivayətdə gəlir ki, Ənə qaribən li ibn Mughaffal xadəfə. Demək, İbn Mughaffal qohumu olur, bunun qohumu olur. Bu götürüb belə o daşı atır. Bu da ona qadağ edir. Deyir ki, Allah'ın Resulü sallallahu aleyhi ve sellem bunu qadağ eləmişdi. O deyir, demişdi ki, o ovlamır. Sonra həmin kəs gene götürür, atır. O da deyir ki, mən sənə deyirəm Allah'ın Resulü sallallahu aleyhi ve sellem bunu qadağ edibdir. Sən də qalib təkrar bunu edirsən. Belə bir söz deyir. Sonra onu heç vaxt danışdırmır. Subhanallah. Müəllif rahmehullah, yəni İmam Nəvəvi rahmehullah, Abdullah ibn Mughaffal'dan bu hədisi gələn hədisi nəql edir. Həqiqətən Ən-Nəbi bu daş atmağa qadağ eləmişdi. Əlinlə götürürsən, o daşı götürüb atsan. Hamı bilir, uşaqlıqda daşı götürüb atırsın. O daş atışı qadağadır. Demişdi ki, o ovu öldürmür və yaxud da ki, ov eləmir, ov olunmur ondan. Nə də düşmanı dəf eləmir. O göz çıxarıb, diş qırır. Bəzi alimlər demişdilər ki, bu xalf nədir? Xalf onun mənası insan bir daşı götürür şəhadət barmağına, bir daşı da götürür baş barmağında belə və onu nə edir? Atır qabağa. Bu şəhadət barmağından belə əsasən bundan dəf edir belə. Yəni bunu Peyğəmbər sallallahu əleyhi və səlləm qadağ eləmişdir. Səbəb nədir? Səbəb budur ki, o göz çıxarıb diş qırır. Yəni insana dəysə, ya gözünü çıxarır, ya dişini qıracaqdır, yəni o baş. Ovu da yəni nə ondan quş vura bilirsən, nə ceyran vura bilirsən, nə dovşan vura bilirsən, məsələn də edə bilmirsən. Ov da eləmir. Li'annahu laysa lahu nufuz yoxdur. Harası bir iti bir yeri zadı yoxdur ki, məsələn o şeyləsin, o ovu eləsin. Düşmanı da dəf eləmir. Yəni düşmanın qarşısına çıx daş at gələn dəf eləməyəcək. Onu Fələstinlər zəddar Allah hidayət versin. Allah köməkləri olsun. O daşda çıvatırdılar, yahudlar, onlar da gül yağdırdılar bunlara. Hamısı qadağ olmuş əməllər. Düşman nə ilə dəf olunur? Düşman oxla, nizə ilə, qılıncla. Yoxsa balaca daşları götürüb şeylə düşmanı dəf eləmiyorlar. Mümkün deyil yəni bu. Sonra bu həmin İbn Mughaffal'in radiyallahu anh'ın bir qohum olur. Bu əməl edir, daş götürüb atır yəni. Bu da ona xəbər verir ki, İbn Mughaffal ona xəbər verir ki, Nəbi sallallahu aleyhi ve sellem onu qadağa edibdir. Sonra görəndə ki, o ikinci səfər yenə o əməl edir. Deyir, mən sənə xəbər vermədim ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bunu qadağa edir. Bunu deyib, sən də deyir, götürüb onu atırsan, səni heç vaxt danışdırmayacaq. Uzaqlaşır onu, hicrət edir ondan. Çünki Peyğəmbərin Ən-Nəbi sallallahu aleyhi ve sellemin qadağasına nə eləmişdi? Müxalif olmuşdu. Qadağa eləmişdi, bu da müxalif olmuşdu, edirdi. Qadağa olan şey edirdi yəni. Və hədə kəmə fəalə Abdullah ibn Umar fi əhədə əbnəihi. Bunu kim eləmişdi? Bunun kimi Abdullah ibn Umar oğlanlarından birini bunu eləmişdi. Oğlanlarından birini eləmişdi. Xinə həddəsə İbn Umar Ənə Nəbiyyə sallallahu aleyhi ve sellem qal. O vaxt ki, İbn Umar Peyğəmbər sallallahu aleyhi ve sellem hədis danışır. Demişdi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem demişdi ki, La təmnə'u ima'akumul məsəcidə. Qadınlarınızı məscidlərə getməyə mane olmayın.
Qadınlarının məscidə getməsi isə ona mane olmuyor. Onun oğlanlarından da biri demişti ki, Bilal ibn Abdullah ibn Omar, adı Bilal idi. Demişti ki, Allah'ın dostunu qadağ edəcəm. Söhbədə var. Çünki həmin vaxtı Peyğəmbər sallallahu vaxtından sonraki bir vaxt idi. Qadınlar dəyişmişdi. İnsanlar dəyişmişdilər. Həm qadınlar, həm kişilər. Fəaqbəl aleyhi əbuhu, həmin Abdullah gəlir, Abdullah ibn Omar, oğlunun yanına gəlir, Bilalın yanına gəlir. Deyir ki, ona ki, başlayır onu gəliz söyüşlərlə söyməyə. Yəni, o heç vaxtı belə bir şey deməmişdi yəni onlara. Deyir ki, mən sənə Allahın Resulundan sallallahu aleyhi ve sellem hədis tanışıram. Sən də deyirsən ki, Allahın dostunu ki, mani olacaq. Sonra öğlənə kimi oğlunu danışdırmır. Subhanallah. Uzaqlaşın, onu danışdırmır. Bu dalət edir ki, Sələf-i Salihin sünniyə tabiçiliyinin əzəmətinə ki, onlar necə sünniyə tabi idilər. Bax ki, Abdullah ibn Muğaffəl and içir ki, qohumunu danışdırmayacaqdır. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem qadağ eləmişdi o daş götürüb atmağı əlindən. Bu onu eşitdikdən sonra hədisi yenə o əməl eləmişdi. Həmçinin İbn Ömər öz oğlu Bilaldan ölənə kimi danışdırmadı, uzaqlaşmışdı. Nə hansı sözünə görə and içmiş ki, qadağ edəcəm. Mən öz qadınla da məscidə getməyə. Mə'ənnə Rasulə sallallahu aleyhi ve sellem ədənə ləhunlə. Yəni, Allahın Resulü icazə vermişdi qadınlara getməyə, sən də qadağ edirsən. Demişdi ki, qadağ eləməyək, getmək istəyirlər, qoy getsinlər. Ya apar ya özü geçsin. Ve hakeza yecibu ala kulli mu'minin en yuazzime sünnetin Nebi aleyhissalatu vesselam. Her bir mümine lazımdır ki Peygamber sallallahu aleyhi ve sellem sünnesini əzəmətlendirsin. Yani her bir mümine bu vacib olan da budur. Yaxşı, bir nefer dese ki hel misli hadal emr yucibul hacir. Bunun kimi bir iş, böyle bir əməli ondan uzaqlaşmağı vacib edir. Peyğəmbər sallallahu əleyhi və səlləm mümini qadağ eləmişdi ki, bir mömindən 3 gündən çox küsülü qalmağı, ondan hicrət eləməyə, uzaqlaşmağı. Ona cavab olaraq budur ki, bu iki sahabə və bunların mislində olanlar bunu nəyə görə eləmişdilər? Təzir bölümündən. Yəni, başqalarına da ibrət olsun bu şey. Yəni, çəkindirək cəza bölümündən eləmişlər bunu. Başa düşürsünüz, cəza bölümündən ki, başqaları üçün də ibrət olsun. Yəni, bu iki kişi də bunu görürlər və onlara bu cəzanı tətbiq edirlər. Amma əsl olaraq budur ki, əgər bir mömin günah edərsə də və tövbə edərsə də və onun keçmiş günahları bağışlanır elədiyi tövbəyə görə. Hətta kafirlər tövbə eləsələr, Allah da onların keçmiş günahlarını bağışlayar. Kullellezine keferu in yentehu yughfar lahum ma qad salaf. Küfür edənlərə deyir ki, əgər onlar qutarsalar, yəni küfürlərdən qutarsalar deyir, onların keçmiş günahları bağışlanır onlar üçün. Kullu ma mada, nəsə keçib hamısı. Lakin nazaran li hadani sahabeyin radiyallahu anhuma arada en yuazzira men khalafa emren nebi aleyhissalatu vesselam. Bu iki böyük sahabə nə istəmişdilər bu əməllərindən? İstəmişdilər ki, kim ki Peyğəmbər sallallahu aleyhi ve sellemə əmrinə müxalif olursa da onu cəzalandırsınlar. Yəni, bu əməl eləmişlər ki, cəmaat başqaları üçün də ibrət olsun. Ya bu əmr sözdədir, ya feildədir. İmmə bi qavlihi və immə bi fi'lihi əv an ictihadin. Yəni, istər bu müxaliflik sözdə olsun, Peyğəmbər sallallahu aleyhi ve sellem olan müxaliflik, kimsə sözdə olsun, eləsin. Və yaxud da ki, əməldə eləsin və yaxud da ictihat bölümündən eləsin. Çünki Bilal, Abdullah ibn Omar, Abdullah ibn Omar'ın oğluydu da Bilal. Bunu ictihad edərək demişdi. Baxırdı ki, insanlar həmin insanlar deyil, qadınlar da dəyişib, kişilər də dəyişib, həmin vaxt deyil, fitnə vaxtıdır. Gör, fitnə vaxt olağan vaxtındadır. Gör, indi biz hansı vaxtda yaşayırıq? Lakin, lə yənbəğil insan ən yuaridə qavlə rəsuli həziyyə muaradətü zahirə. Lakin, insana icazəli deyil ki, bu zahiri etirazla Allahın Resulü sallallahu aleyhi ve sellemin sözünə etiraz eləsin. Və ləv ənəhu qal, məsələn, əgər o desə ki, məsəl olaraq, Ləallən Nəbiyyə sallallahu aleyhi ve sellem ədənə ləhunə fi zəmənin, desə ki, ola bilsin Peyğəmbər o vaxt icazə vermişdi, belə bir söz işlətsə.
kənət niyyəti fihi səlimə. Burada niyyət ucu salamatdır. Yəni ki, sən fikirlərsən ki, o vaxt icazə vermişdi. Məsələn, bu sözü deyəsə olsan bu formada, harca bilsən ki, sən niyyətini çıxartdığında salamatdır. Və əməl müstəqim, əməllərin düzdür. Və yaxud da ki, həmin zamanda qadınlara icazə vermişdi, çünki qadınların niyyəti salamat idi, əməlləri düz idi və ondan sonrası halları dəyişibdir. Və ətə bil kələm alə hədəl vəcə ləkən əhvəl. Əgər bu formada desəydi, bu yüngül olardı. Amma dedi ki, and olsun Allah ki, mən qadağ eləyəcəm. Problem. Bunun üçün də Ayşə radiyallahu anhə demişdi ki, لو رأى النبي صلى الله عليه وسلم ما صنع النساء من بعده لمنعهن. Ne diyor Ayşe anamız Buxarı Müslim'de gelen hadiste? Diyor ki Allah'ın Resulü Nebi sallallahu aleyhi ve sellem kadınları özünden sonra görseydi qadağ ederdi onlara. Yəni meçidlərə getməyi. Necə ki Bəni İsrail qadınlarını qadağ eləmişdi meçidə getməyi. Və lakin alə kulli hal, lakin bütün hallarda Abdullah ibn Muğaffəl etdiyi əməl, Abdullah ibn Ömər etdiyi əməl onlar sünnəni təzim eləməyə dalətir. Onların sünnəni təzim eləməsinə dalət edir. Və həqiqətən insan vacibdir ki, ən yəqulə li hukmillahi və rəsulih. Yəni Allahın və Rəsulunun hökmünü deməsi insana vacibdir. Deməlidir ki, eşitdik, itaət elədik. Gələn səfər 12-ci hədisi götürək. Allah Teala sənin ki, bizlərə faydalardan olsun.